Salam, hoş gördük hörmətli tamaşaçılar. El içindən çıxan ağsaqqal elin olar. Hikmətli adam Allah qarşısında düzgün qorxuya malik olmalı və onun normalarına hörmətlə yanaşmalıdır. Həqiqi müdrik insan gündəlik əməllərindən və danışığında özünü bürüzə verməlidir. O adamlar ki, ömürləri boyu bizə təkcə maddi cəhətdən əl tutmağı deyil, doğru yolu göstərməyə də özlərinə borc bilirlər. Bir sözlə, yaralı barmağa məlhəm sürsün. Ağsaqqal olmaq hər adamın işi deyil. Ağsaqqallıq etmək üçün gərək müdrik olasan. Bugünkü mövzumuz ağsaqqal necə olmalıdır? Hörmətli tamaşaçılar, istərdim qonaqlarımızı sizlərə təqdim edim. Azərbaycan Respublikasının Baş Nazirinin sabiq müavini Abid Şərifov, əməkdar elm xadimi, Milli Məclisinin deputatı Ağacan Abiyev, Azərbaycan Respublikasının sevib-sevilən müğənnisi, xalq artisti Zabit Nəbizadə. Hər biriniz xoş gəlmişsiniz. İlk sualımı Abid Şərifovdan başlamaq istəyirəm. Abid müəllim, sizcə ağsaqqal deyəndə nəyə düşünürsünüz? Ağsaqqal necə olmalıdır? Mehriban xanım, çox önəmli məsələyə toxunursunuz. Sözün doğrusu, bu ağsaqqal məsələsi bugün elə bilirəm ki, mənim fikrimcə ən önəmli, ən lazımlı bir sahədir. Çünki bizim əgər tariximizi götürsək, öyrənsək, yaxın keçmişimizi öyrənsək, həmişə bizim ağsaqqallara ehtiyacımız olub. Bəli. Ancaq bu tərifi deməmişdən öncə biz bilməliyik ağsaqqal kimə deyirlər. Ağsaqqalın tərifini bilməliyik. Keçmişdə, uzaq keçmişdə deyəndə bir 50-60 il bundan qabağa, 70 il bundan qabağa hər məhəllənin, hər kəndin, hər qəsəbənin, hər bir cəmiyyətin bir ağsaqqalı olardı və hamı hesablaşardı bu insanlarla. Buna görə mənim fikrimcə, əgər danışmış olsam ki, ağsaqqal kimə deyərlər, birinci növbədə mən bildiyim qədər ağsaqqal deyəndə bu ailədən başlamalıdır. O Rəsul Həmzətovun sözü olmasın, hamı bilən məsələni deyirəm. Deyirsən, nə üçün belə hörmət qazandım bütün Dağıstanda? Bir əvvəlcə ailəm, sonra kəndim, sonra qəsəbə, sonra rayon, sonra vilayət və s. İndi ağsaqqal deyəndə əvvəlcə öz ailəsində, öz nəslində ağsaqqallıq eləyə bilməyən adam heç vaxt nə kəndin, nə qəsəbənin, nə şəhərin, nə bir başqa cür ağsaqqal ola bilməz. Bəli. Ağsaqqal deyəndə biz birinci növbədə tərbiyəli, tariximizi bilən, tariximizi hörmət edən, adətlərimizi bilən, adətlərimizi qoruyan, yerini bilən, savadlı, insanlara yarayan, xeyrə şərə yarayan, məsləhət verən. Bəli, bəli. Mən çox sadalaya bilərəm. Bir insanlara deyirlər. Yəni, ancaq mənim fikrimcə bu ağsaqqal deyəndə bunun vəzifəsi, hər halda keçmişdə belə şeylər nəzərə alınmazdı. Ağsaqqal ağsaqqal idi. Mənim çox yaxşı yadımdadır. Hətta belə hələ Ulu Öndərin vaxtında, Sovet dönəmində deyirəm, o rayonların birinci katiblərinə həmişə məsləhət görərdi ki, bir rayonda bir problem olanda, bir məsələ çıxanda siz mütləq ağsaqqallarla məsləhətləşirsiniz. Ağsaqqal məsləhətinə mən də bilirəm ki, həmişə, hər zaman ehtiyac olub. Amma bugün nədənsə, bu günlər və son zamanlar, bugün deyəndə
yox, daha doğrusu son zamanlar belə bir önəmli məsələ, belə bir bizim hər birimizin həyatında bir lazımlı məsələ deyim, çox vacib məsələ, çox vacib məsələ, nəsə ikinci plana deyim, yavaş-yavaş yaddan çıxır. Ona görə mən minnətdaram sizə Mehriban xanım ki, belə bir məsələyə toxunmaq istəyirsiniz və çox arzulardım ki, bu geniş yayılsın, bu verilişin, bu necə deyirlər, bu istəyin. Çünki bizim buna cavanlarımızın da, yaşlılarımızın da bugün elə biləm ki, hamımızın ehtiyacı var. Ağsaqqalı seçməyə, öyrənməyə, ağsaqqala qulaq asmağa. Ona görə mən öz minnətdarlığımı bildirirəm sizə. Təşəkkür edirəm. Biz söz minnətdarlığımızı bildiririk. Ağacan müəllim, ailədə, cəmiyyətdə böyük-kiçik yeri bilmək, ağsaqqallıq, abırçəklik belə gözdən salınan Abid müəllim demişkən dəyərlərimizdən olubdur. Əvvəllər istər uşaq, istər böyük çətinliyə düşəndə ağsaqqallara müraciət edirlər. Amma bugün isə bizim gənclərimizin ağsaqqalları telekanallardır, internetdir, mobil telefonlardır. Bax, bu haqda nə deyə bilərsiniz? Bu gedişlə biz hara gedirik? Bu gedişlə mən sizə deyim, bu həyatdır. Həyat özü, öz trayektoriyasını cızır, hara lazımdır oraya gedib çıxacaq. Özdə ki, insan onu idarə edirsə, insan onu düz idarə edir. Geç-tez həmin o siz deyən kimi düz yoluna getməyən internet belə gəldi, televiziya belə getdi. O insanlar özləri bunu başa düşəcəklər ki, nəyisə düz eləmirlər. Bax, ona görə heç qanımızı qaraltmayın. Hər şey yaxşı olacaq. Ona görə ki, biz söhbət insanlardan gedir. İnsan kimi düzgün özünü aparan, insan kimi bu həyata uyğunlaşan başqa bir canlı yoxdur. Ona görə mən hesab edirəm ki, heç qanımızı qaraltmayın. Hər şey yaxşı olacaq və hesab edirəm ki, bax, bu cür bu insanlar elə o internetə də baxır, orada baxır, amma ki, elə bir balaca çətin olan kimi yenə gəlib ağsaqqala yaxınlaşır. Yenə gəlib ağsaqqaldan soruşur nəsə. Bax, bu ağsaqqala ehtiyac həmişə olub, var və olacaqdır. Çünki ağsaqqalın təcrübəsi bu döyüşdən keçmiş bir təcrübədir. Döyüşdən keçmiş təcrübədir. Yəni bu bir gün oxumaqla şey olmuyor. Bu həyat boyu təcrübədən keçib, həyat boyu bu təcrübəni yoxlayıb, müsbətini, mənfisini tapıb, ondan sonra onu insanlara çatdırır. Amma aramızda elə ağsaqqallar da var ki, özlərini müasirliyin altında gülüş hədəflərinə çeviriblər. Bax, bu haqda nə deyə bilərsiniz? Bilirsiniz, əgər kimsə ağsaqqal kimi özünü gülüş hədəfinə çevirsə, o ağsaqqal deyil. Ağsaqqal heç vaxt gülüş hədəfinə dönməməlidir, dönə də bilməz. Əgər onun dediyi sözlər insanlar qəbul edir və onun xeyrini görürlərsə, əgər bu nəsə eləyib, nəsə deyirsə və nəticədə belə olursa, onda ağsaqqal deyir. Sabit müəllim, sizcə bugün ağsaqqallara hörmət qalıbmı? Mehriban xanım, mən əvvəl sizə təşəkkür edirəm ki, mənə gözəl insanlarla, gözəl ziyalılarımızla bir səhnədə dəvət eləmişsiniz, bölüşmüşsünüz məni və bütün xalqımızı mən efir vasitəsilə salamlayıram. Və mənə elə gəlir ki, Abid müəllim bayaqları o qədər gözəl, məntiqli sualınıza cavab verdi ki, ətraflı cavab verdi. Mənə elə gəlir ki, hər şey vardı orada, amma mən bir dənə bunu deyə bilərəm ki, atalardan bir məsəl var da, nə qədər bilikli olsa cavanlar, ağsaqqal məsləhətinə ehtiyacı var. Varmı bugün ağsaqqal məsləhətinə ehtiyacları? Əlbəttə ki, var. Mən məsəl üçün ağsaqqalsız heç nə eləmirəm. Hər kəsin ağsaqqalı var. Hər bir kəsin və hər kəs ki, əgər öz başınalıq eləyirsə, ağsaqqalsız iş görürsə, valla o yarı yolda qalar, mənə elə gəlir və qalır da. Çünki bu saat hər şey atmışıq zamanın üstünə. Amma zaman həmin zamandır, insanlar dəyişib. Niyə görə dəyişib? Çox öz başınalıq eləyir, bəli, ağsaqqalsız hər iş görür, yəni məsləhətsiz işlər görür. Amma əvvəllər məsləhətsiz işlər görülmürdü, düzdür Zabit müəllim? Əvvəllər bayaqlar mən yenə deyirəm, Abid müəllim çox gözəl izah elədi ki, hər elin, hər obanın, hər kəndin, hər elatın bir ağsaqqalı olub. Yəni o ağsaqqalın da gərək icraçılığı
icra olunsun. Keçərli olsun. Bəli. Bəli. Və bayaq Labid müəllim çox gözəl bir fikir söylədi ki, ağsaqqallıq nə zənginliklə deyil, nə o güclülüklə deyil. Yəni biri var ki, o qol gücünə, nə bilim, nəyəsə qürrələnib arxain olarlar. Yəni ağsaqqallıq elə saqqalın ağlığından deyil ki. Bəli. Vallahi mən adam görmüşəm ki, 20 yaşlı olub bütün elata, kəndə, elə obaya ağsaqqallıq eləyib. Düzmü? Allah vericisidir və indi ola bilsin savadından istifadə eləyiblər ki, bu adam savadlıdır, bu məsləhətlə xeyir taparıq və lazım da belə şeylər. Çünki bizim millətimiz xeyirli bir millətdir, həmişə xeyir görməlidir. Bəli, bəli. Abid müəllim, vurğuladınız ki, hər bir kəndin, elin, obanın, qəsəbənin özünün ağsaqqalları olubdur. Bugün necə? Həmin o ağsaqqallara müraciət qalıbmı? Mən bilən qədər çox az qalıb. Nədir səbəbi? Günahkar ağsaqqallardır yoxsa nədən irəli gəlir? Niyə az qalsın? Onu deyə bilərəm ki, mən şəxsi fikrimlə yəqin ki, bu televiziyadır. Yəqin ki, o göstərilən internetdir, göstərilən o qəzetlərdə bəzi lazımsız yazılardır, böhtanlardır ayrı-ayrı adamların adresinə. Oxuyanda, mən oxuyanda öyləm interneti zadı heç nə. Elə başa düşülür ki, mən yenə dedim, şəxsi fikrimi deyirəm. Bizim hansısa bir şəhərdəmi, ölkədəmi bir xeyirxah adamları yoxdur. Yazırlar yalnız kim kimi öldürdü, kim kimi vurdu, belə şey olar mı? Yəni bu ölkədə o qədər xeyirxah adamlar var ki, bir işə yarayan, bir xeyirxah iş görən, bir insanlara yardım edən. Bunlardan mən görmədim ki, heç vaxt. Sözün doğrusu, məktəbdə də hətta belə. Məktəbdə də bir müəllimlər arasında ağsaqqal olardı. O direktor öz yerində, zavuç öz yerində. Hamı bilirdi ki, bu məktəbdə bu ağsaqqaldır. Mən danışım 40-cı illərdən. Ağsaqqallar bizə Azərbaycanda deyildiyi kimi xeyirxah insanlar çoxdur. Kəndə, obiyə, dövlətə, dövlətçiliyə sadiq insanlar var, özə lazımı qədər. Ancaq pis olmazdır ki, bizim ayrı-ayrı təşkilatlar deyim, televiziya, qəzet, internet, bu xeyirxah insanlardan da desinlər. Məlumat versinlər ki, əvvəla insanlar tanısın. Bəlkə də onlar haqqında məlumat az olduğuna görə, onlar öz haqqında insanlar haqqında necə də deyə bilər ki, mən də orada filan kənddəyəm, mən bu kəndimi belə eləmişəm. Amma mən elə adamlar tanıyıram ki, misal üçün, kəndinə yolda çəkdirib, su da çəkdirib, məktəbdə tikib, necə deyirdim, bir balaca bir poliklinika yox, punkt da tikib, səhiyyə bir ocağı da tikib balaca. Bu, hər adam işi deyil. Kəndinə yol çəkmək, özdə balaca kənd də deyil. Mən özüm belə-belə demirəm o adamın adına. Ki, məktəb tiksin, özdə balaca məktəb yox. Yolu, işığı, kəndin işıqlanması, suyu, bu az məsələ deyil. Yəni, kəndində bu adam xeyirxahdır. Mən baxıram, ayrı-ayrı vaxt o televiziyada da çıxır, ölkən, dövlətimizi bəzi qurumlarda da təmsil edir və danışığına da adam baxanda, misal üçün, adam fərəh hiss edir ki, belə bir insanımız. Mən bir 25 ilə yaxın Türkiyə ilə Azərbaycan arasında iqtisadi məsələlər üzrə Azərbaycan tərəfindən həmsədr olmuşam. Yəni, çox məsələlərdə 95-ci ildə bu tərəfə o iqtisadi məsələlərin həllində milli liderimizin rəhbərliyi altında, cənab prezidentin rəhbərliyi altında çox məsələlər həll olunub.
vurğuladınız ki, indiki ağsaqqallarımız yol çəkirlər, böyük məktəblər bitirirlər. Yəni, bu sərmayə buraxanlara ağsaqqal deyilir, amma elə ağsaqqal elələri də var ki, pulu zəngin də, amma düşüncəsi dayasın. Yox. Mən o sözü heç vaxt demərəm ki, o insan ki, kəndi üçün, obası üçün, xalq üçün, respublikamız üçün nəsə edir, öz cibindən, öz imkanları çərçivəsində, o adam sərmayə haqqında fikirləşmir. O ağlabatan məsələ deyil ki... Beləsi var, şöhrət üçün. Bir dəqiqə mən deyəsim, sualıza cavab verəsim. Bəli, buyurun. O düşünmür ki, mən misal üçün məktəbi tikməkdən ötürü mənim filan qədər vəsait xərcləməliyəm. Yox, onun canındadır o. Onun canında olmasa, istəyi olmasa, kəndinə, obasına, şəhərinə və yaxud da ki, bir dəqiqə onu da deyəsiyəm də, və yaxud da ki, kimisə bir xəstədir, müalicə elətdirir cibinin hesabına, bir qohumu rəhmədə gedib kömək edir, və yaxud da bir kasıba kömək edir, və yaxud da bir imkanca kömək edir, və yaxud da oxumağına kömək edir. Elə deyil. Bəli. Xaricdə oxuyur, imkanı yoxdur. Belə məsələlər də olur, kömək edir. Bu insanlar xeyirxah insanlardır. Onlar sərmayə haqqında yox, o insan elə doğulur. Bir də var ki, bilmirəm o, necə deyim ki, biraz çatmış olsun da, bir də var ki, cibində 3 kuruş var, 5 kuruşluq danışır. Şöhrət uğrunda. 5 kuruşluq danışır. Bəli. Və elədiyi bir iş deyil, elə bir ağlabadan görür. Orada o xeyri üçün onu eləyib. Və ya da reklamma üçün, o reklamda üçün lazımdır. Şöhrət üçün, bəli. Amma onların o sonucu olan şey deyil. Düzdür, ilk zamanda bəzi insanlar, elə onlara bənzəyənlər də var da, çaşırlar bəzən, başlayırlar elə adamlar haqqında danışmağa, amma sonradan bu, necə deyirlər, hər şey aydın olur da. Ona görə də o şöhrət üçün, nə üçün, bunlar ola bilsin, var, ola bilsin, yox, daha doğrusu var və olasıdır da, bütün zamanlarda olub elə insanlar. Götürürüz Zeynəlabdin Tağıyevi, 100 il bundan əvvəl, daha 115 il bundan əvvəl, görürüz Azərbaycanlı xeyirxah kişiləri, zəngin adamları necə şəraitdə yaşayıb. Ona görə, yenə də deyirəm, ağsaqqal məsələsi çox önəmli məsələdir. Bu elə bir vacib məsələdir, önəmli məsələdir ki, bunun ətrafında çox danışmaq olar, amma bəzi şeyləri açıq demək olmur. Burada bir gizli bir şey də yoxdur, ancaq bilirsiniz, hər adamın qavraması başqa cürə. Düşüncəsi var, necə qəbul edəcək. Mən bir başqa formada deyirəm, o başqa formada başa düşə bilər. Bilirsiniz, bir var ki, belə baş-başa necə deyirlər ki, çatdırarsan, ya o mənə çatdırsın ki, mən səhv fikir deyəm. Ona görə mən bir də böyük məmnuniyyətlə Mehriban xanım təşəkkür edirəm və qardaşlarıma, əzizlərimə minnətdarlığımı bildirirəm. Bu çox önəmli məsələdir. Mən xahiş edərdim ki, belə məsələləri bizdə ölkəmizdə hörmətli adamlar çoxdur, xeyirxah adamlar çoxdur. Yavaş-yavaş bunları çıxartmaq lazımdır. Üzə çıxartmaq lazımdır. Üzə çıxartmaq lazımdır. Dialoqlarda yayımlanmalı. Bəli, bizim tərbiyəmizə, adətimizə, ənənəmizə lazımsız zərər vuran şeyləri göstərmək, bu bilmirəm necə qiymətləndirmək. Biz tərbiyə etməliyik də. Bəli, doğru. Balalarımızı, insanlarımızı, gələcəyimizi bir gənclərimizi, gələcəyimizi, elə belə deyil. Doğru. Amma hər şeyi bəzi adamlar məktəbin üstünə atır, bəziləri valideyn. Cəmiyyətin üstünə atır, valideynlərin üstünə atır. Bəzi valideyn. Amma hamımız cavab deyil. Mənim zəncirvarı bağlıdır da, hamısı cavab deyil. Biz hamımız cavab deyil, amma belə şeylərin qarşısı alınmalıdır da. Və bu ölkədə, Azərbaycanda olan xeyirxah insanları haqqında çıxartmaq lazımdır. Və onların, necə deyərlər, bizim cəmaatımız, insanlarımız tanımalıdırlar ki, bir məsləhətə dedim. Amma Abid müəllim, xeyirxah adam həmişə öndə olur. Bəli.
xeyirxah adamı önə çıxartmağa ehtiyac da olmur, özü öndə olur xalq arasında. Yox, bilirsiniz necədir? İndi onu siz tamamilə doğru deyirsiniz. Amma bu Sovet psixologiyasından, Bəli. Sovet psixologiyası ilə. Keçmişdə Sovet dövründə misal üçün kimsə bir xeyirxah iş görməkdən çəkinərdi, deyərdi, hardandır səndə? Biz hələm əksəriyyətimiz Sovet dönəmində doğulan, böyüyən insanları. Ona görə olduğunu da çəkinirik ki, bir də deyirlər, bu hardandır sənə? Yəni o qalıbdır daxildə. Bəs necə, bəs necə, bəs necə? Misal üçün, mən bir 55 il işləmişəm. Bir 3 il Türkiyədə işləmişəm. Sovet hökumətinin bizim nazirli, mən bir 15 il Moskvaya tabi olmuşam. Ciddi rejimində. Nəqliyyat Tikinti Nazirliyinə. Bəli. Türkiyədə mən işləmişəm layihə rəhbəri. O zaman kapitalist ölkələrinə az adam yollayardılar. Avropa hissəsində onlarda Avropanı Türkiyə ilə bağlayan dəmir yolu elektrifikasiyası idi. Ora getmişdim mən rəhbər kimi, bir 3 ilə yaxın orada çalışmışam. Mən misal üçün da indi deyəsə deyiləm, nə qədər almışam, saxlamışam sənədləri, maaşım nə qədər oldu. 55 il, onun bir 45 ilini mən rəhbər işləmişəm. Özü çox yüksək, nə bilim, nə ilə. İndi gəl bunu başa sal da, abalam, ay oğul, sən hələm Mən gedən yolu sürünürsən, hə? İməkləyirsən, belə deyil, iməkləyirsən, bəli. Bir balaca. Bəli. Ona görə bu psixologiyanı qaldırmaqdan ötürü, bu insanlarımızı bizi hamısını yox, bəzilərini başa salmaqdan ötürü bunlar haqqında addım atmaq lazımdır. İndi onda mən sizin sualınıza sual kimi deyirəm, Mehriban xanımıma üzr istəyirəm. Bir ikisi neçəsinin adını çəkə bilərsiniz? Yox. Xeyirxah insanların yox. Çünki heç kim heç nə bilmir. Bunlar da özlərini reklam etməkdən çəkinirlər. Sözü verək musiqiyə. Əsmər gedibsə dilimdən kəlam edin, durnalar yürüyür. Aman aman aldı, hal dodaqlar baldı, nə çünki bəxtin şanlı, zeytun gözlü durnalar, durnalar yürüyür. Aman aman aldı, hal dodaqlar baldı, yanım gəlir görüşə, gülüşə bax gülüşə, yanım gəlir görüşə. Sənin yarın güldürsə mənim kibar bənövşə, durnalar yürür. Sənin yarın güldürsə mənim kibar bənövşə, durnalar yürür. Aman aman aldı,
içinde baktın şanlı zeytin gözlü durnalar durnalar yürüyor. Bir anlık havada kana saklayan Nizam ile gene boşa durnalar Katarlaşıp ne diyardan gelirsiniz Katarlaşıp ne diyardan gelirsiniz Kakıldaşa kakıldaşa durnalar Zakirem tutup alıştı ciğer Var ise esmerden sizde bir haber Tegafir ay balam Tegafir etmeyin Allah'ı sever Dönmesin bağrınız taşa durnalar durnalar Aman aman aldı Aldodaklar bağlı Çünkü baktın şanlı zeytin gözlü durnalar durnalar yürüyor Aman aman aldı Aldodaklar bağlı Çünkü baktın şanlı zeytin gözlü durnalar durnalar yürüyor Zeytin gözlü durnalar durnalar yürüyor Zeytin gözlü durnalar durnalar yürüyor Abid müəllim, keçmişdə sözünün sahibi olmayana kişi kimi yanaşmırdılar. Yəni keçmişdə kişinin sözü bir olmalıydı. Hətta keçmişin kişiləri dediyi sözə peşman olsalar da geri çəkilmirdilər. Deyirlər ki, yox, ağzımdan çıxıbsa da eləməliyəm, el var, oba var, mənə nə deyərlər, kişi sözü bir olar. Amma bugün o kişi sözü qorunub saxlanılırmı? Yaxşı sual verirsiniz, amma təəssüf ki, yox. Nə üçün? Bu böyük sualdına görə ki, indiki vaxtda tez-tez bu söz işlədilir. Yəni ki, dedi, Sözün ağası ona olmalıdır. kişi deyirlər, Bəli. sahib olmalıdır Bəli, bəli. sözünün. Amma təəssüf ki, indi elə adamlar var. Özdə az da deyil, hər yerdə var. El adamlar və bütün təbəqələrdə var. Yəni sözü belə söz xətrinə, bilmirəm nə xətr üçün deyir. Amma sözün axırında da durmur. Çox pis. Bəli. İndi o keçmişdə necə olub? Keçmişdə nə 100 il, 200 il bundan qabağa kişi söz deyilən nə advokat olub, nə anlaşma olub, imzalanıb. Bir Sözünü kəlmə, deyib, bəli. işində yer. Ticarət, o birisi, bu birisi sözlə həyata keçirilir. İndikilər hətta belə anlaşma da olanda bəziləri, hamı haqqında onu demək düzgün olmaz. Amma təəssüf ki, belə adamlar var. Ağacan müəllim, indiki müasir gənclərimiz ağsaqqalların məsləhətləri ilə faydalana bilirlərmi? 100%. Demək bizim gənclərimiz
ən yaxşı nümunələrdən istifadə edir, ağsaqqalların göstərdiyi yollarla gedir və bu bizim gənclərimizin, ölkəmizin gələcəyidir. Yaxşı, gözəl gələcəyidir. Mən Azərbaycanın həqiqətən bunlar böyüyə, ağsaqqala, məşqçiyə qulaq asmasalar, məsləhətə qulaq asmasalar, sözsüz ki, mən tam razıyam. Azəm müəllimlə bu qədər, necə deyirlər, dünyada Azərbaycanın bayrağını elə bir beynəlxalq oyun yoxsa orada Azərbaycanın bayrağı qalxmasın. Tam razı. Mənə elə gəlir ki, hər kəs öz sahəsində, yəni mən də müəllim işləyirəm. Əgər tələbələrimi düzgün maarifləndirə bilsəm, mənim də tələbələrim vallahi heç vaxt yəni məsləhətsiz iş görmürlər. Allah'a şükür hal-hazırda Allah Mehriban xanıma can sağlığı versin, birinci vitse-prezidentimizə və UNESCO-nun xoşməramlı səfərinə. Mehriban xanımın sayəsində artıq 7-ci muğam müsabiqəsi keçirilir ölkədə. Hər müsabiqədə mənim tələbəm birinciyə, ikinci yer tutub. Onlar da hamısı o ağsaqqal sözünə qulaq asmaqdandır. Hal-hazırda da bir tələbəm orada iştirak edir. Çalışacaq ki, inşallah o yerlərin birinə qazanaq. Yəni, valla bunlar hamısı o ağsaqqala qulaq asmaqdandır. Yəni, var. Allah'a şükür qulaq asanlar da var. Lazımı qədər ağsaqqallarımız da var. Amma bəzən ağsaqqal sözünə baxmayanlar ki var. Mənə elə gəlir ki, bizim bu verilişimiz çox davamlı olsa inşallah. Elə, mən buradadılar ona görə demirəm. Həm Abid müəllim, Allah'a şükür, o Görkən şəhərə nə bələdçi? Ağsaqqal kimi, yəni belə bir ağsaqqalların sözünə, Ağacan müəllim kimi ağsaqqalların sözünə, yəni belə bir verilişlərimiz olsa bu ağsaqqalların vasitəsilə, mən elə gəlir ki, o yolun azmış gənclərimiz də belə ağsaqqalların sözlərinə qulaq asar inşallah. Ən azından bir, yəni müsəlman kimi heç olmasa, ömrü boyu müsəlmanlar öndə olub tərbiyəsinə görə və ağsaqqal sözünə qulaq asıb tərbiyə alablar. Mehriban xanım, mən istərdim bu, elə sizin verilişinizin adına uyğun, Təmkin Mirzənin sözlərinə bəstələnmiş, Allah hər ikisindən rəhmət eləsin, Tahir Əkbərin gözəl bəstəsi olan Ana saçları mağardı mahnısını ifa eləyəm. Ağıl yaşda deyil, başdadır deyimini də həqiqət olduğu hər kəsə bəllidir. Hər saqqalı ağ olana ağsaqqal deməzlər. Ağsaqqal cəmiyyətin mənafiyi üçün lazım olan hər işi görən adama deyirlər. Ağsaqqallıq, ağbirçəklik, müdrikliklə əkizdir. Ağsaqqallıq son dərəcə çətin, mürəkkəb, məsuliyyətli sənətdir. Elə adamlar var ki, Allah ona hələ gənclik çağlarında ağsaqqallıq bəxş edib. Bu hikmətə Allah vergisi Tanrı payını da əlavə etmək olardır. Ağsaqqal səliqə səhmanlı olar, ağır oturar, ağır durar, ağayana gəzər, səliqəliyi ilə, müdrikliyi ilə, sadəliyi ilə, səmimiliyi ilə, fikrinin aydın, dərin düşüncəsi ilə sevilib seçilər. Hörmətli tamaşaçılar, bizə ayrılan vaxt sona çatdı. Sağ olun, gələn görüşlərədik. Ömür keçdi pərdə-pərdə, ana saçlarım ağardı. Ömür keçdi pərdə-pərdə, ana saçlarım ağardı. İnsan dözmür belə dərdə, İnsan dözmür belə dərdə. Ana saçlarım ağardı, mənim də gəncliyim vardı. Ötdü günlər ildən getdi, uçdu bülbül güldən getdi. Cavanlığım əldən getdi, ana saçlarım ağardı. Ötdü günlər ildən getdi, uçdu bülbül güldən getdi. Cavanlığım əldən getdi, ana saçlarım ağardı.
gəncliyim vardı. Ana saçlarım ağardı. Mənim də gəncliyim vardı, mənim də gəncliyim vardı. Şirin var gözəl, könlüm qar gözəl, dağ başının qarı gözəl, dağ başının qarı gözəl. Baxma saçlarım ağardı, mənim də gəncliyim var. Ötdü günlər ildən getdi, uçtu bülbül güldən getdi. Cavanlığım əldən getdi. Ana saçlarım ağardı. Yaşadıkca kim qocalmaz, bu dünya heç kimə qalmaz. Temkin bir de zaman olmaz. Alan saçlarım ağardı, benim de gençlikim vardı. Ay dadı bir dadı. Öftü günler ilden gitti, uçtu bülbül gülden getdi. Cavanlığım əldən getdi. Ana saçlarım ağardı, ana saçlarım ağardı. Mənim də gəncliyim vardı. Ana saçlarım ağardı, mənim də gəncliyim vardı. Ana saçlarım ağardı, mənim də gəncliyim vardı, mənim də gəncliyim vardı.